Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videomda yumşaq, dadlı, bol çiyələkli piroqun hazırlanmasını sizinlə paylaşıram. İndi çiyələyi mövsümüdür. Mikser istifadə eləmədən tez bir vaxtda hazırlanan asan bir piroq reseptidir. İndi keçək hazırlanma qaydasına. Piroq üçün 400 qram çiyələk götürmüşəm. Təmiz yumuşam. Qalıb suyu çəkilib. Çiyələklərin saplağını təmizləyəndən sonra videoda göstərdiyim kimi iki yerə bölüb çox da xırda olmayan hissələrə bölürəm. Hamısını eyni qaydada təmizləyib doğrayıram. Doğradığım çiyələkləri bir ərzaq qabına yığıram. Üzərinə 2 xörək qaşığı şəkər tozu əlavə eləyirəm. Çiyələklə şəkər tozunu biraz qarışdırıram, qoyuram qalır. Xəmir hazır olana qədər çiyələklər öz suyunu buraxır. Bu qaydada hazırlayıb qoyuram bir kənara. Başqa bir ərzaq qabına 2 ədəd sındırdığım yumurtanı əlavə eləyirəm. Üzərinə 1 çimdik duz, 6 xörək qaşığı şəkər tozu əlavə eləyib, şəkər tozu ilə yumurtanı çırpıcı ilə yaxşı-yaxşı qarışdırıram. İstəyə görə mikserlə də qarışdırmaq olar, amma elə çırpıcı ilə də çox rahatlıqla qarışdırmaq olur. Yumurtalı qarışımın üzərinə 100 qram yumuşalmış kərə yağı əlavə eləyirəm. 300 qram yağlılığı 20% olan xama, 1 paket 5 qram da şəkərli vanil əlavə eləyəndən sonra bu ərzaqları da biraz qarışdırıram. Piroqun xəmiri üçün 200 ml stəkanla 1 stəkan yarım un götürmüşəm. Unu ələyə tökürəm. Üzərinə 1 paket 10 qram da qabartma tozu əlavə eləyəndən sonra unu hamısını birdən qaba ələmirəm. 2 dəfədən hissə-hissə əliyib çırpıcı ilə qarışdırıram. Elə qarışdırmaq lazımdır ki, un xəmirin içində topak şəklində qalmasın. Qalan unu da əliyəndən sonra yenə yaxşı-yaxşı qarışdırıram. Belə gördüyünüz kimi nə çox bərk, nə çox yumuşaq, çox da axışkan olmayan bir xəmir alındı. Piroqu bişirəcəyim formanın içini kərə yağı ilə yaxşı-yaxşı yağlamışam. Hazırladığım xəmirin bir hissəsini formaya boşaldıram. Daha çox hissəsini formaya boşaldıram. Belə gördüyünüz kimi az hissəsini də üzəri üçün saxlayıram. Xəmiri spatula ilə formanın içinə yayıram. Hər yerinə eyni gələcək şəkildə xəmiri yayıram. Onu da qeyd edeyim ki, istifadə elədiyim formanın diametri 24 cm-dir. Hazır xəmiri qoyuram bir kənara. Artıq yetərincə vaxt keçib, gördüyünüz kimi çiyələklər artıq öz suyunu buraxıb. Bir dolu xörək qaşığı da qarğıdalı nişastası əlavə edib qarışdırıram. Hazırladığım çiyələkləri hamısını elə şirəsi ilə bir yerdə formaya əlavə eləyirəm. Formanın içində hər yerinə yayıram. Çiyələk şirəli olduğu üçün narahat olmayın. Qarğıdalı nişastası olduğu üçün bişəndən sonra bərkiyir, heç bir xəmirləşmə olmur. Çiyələkləri də xəmirin üstündən yayandan sonra qalan xəmiri çiyələklərin üstündən əlavə eləyirəm. Onu da çiyələklərin üstündən hər yerinə yayıram. Bişəndən sonra üzərinin daha gözəl görünməsi üçün 4-5 ədəd çiyələyi də biraz uzun-sov şəkildə doğramışam. Onları da formaya düzürəm. Bu qaydada hazırlayandan sonra 180 dərəcəlik sobada 35-40 dəqiqə bişirirəm. Piroq artıq bişib hazırdır. Gördüyünüz kimi çox yaxşı qabarıb, çox gözəl piroq alınıb. Qoyuram qalır, tam soyuyur. Soyuyandan sonra da formadan çox rahatlıqla çıxartmaq olur. Soyuyandan sonra istəyə görə üzərinə şəkər kirşanı da səpmək olar. Kəsək görək piroqun içərisi necə pişib. Bol çiyələkli, yumuşaq, dadlı bir piroq alınıb. Hazırlanması çox asan olan bir piroq reseptidir. Mikser işlətməyə ehtiyac yoxdur. Elə ərzaqları qarışdırıb çox rahatlıqla
Bu reseptlə belə gözəl piroq hazırlamaq olar. İndi çiyələyi mövsümüdür. Siz də alın belə gözəl bol çiyələkli piroqdan hazırlayın. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomu izlədikdən sonra bəyənməyi, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.